Salam, hörmətli müəllimlər və əziz şagirdlər. Bu günlər sizə sadə cümlənin şəxsə görə növlərindən adlıq cümlələr və söz cümlələrlə bağlı olan testlərin izahını təqdim edəcəm. Deməli, başlayırıq birinci sualımızın izahına. Adlıq cümlələri müəyyən edirik. Adlıq cümlə ilə bağlı bir məlumat verim ki, adlıq cümlədə xəbər olmamalıdır, mübtəda olmalıdır mütləq. Aydınlıqdır, nədir? Artıq burada xəbər var, adlıq cümlə ola bilməz. Qışın son ayıdır, nədir? Deməli, xəbər var deyə bu da adlıq cümlə olmaz. Baharın ətri gəlir, nədir? Gəlir, xəbər var deyə adlıq cümlə ola bilməz. Bir gözəl yaz gecəsi, Xəzər sahili. Mübtəda var, nə Xəzər sahili, nə yaz gecəsi, amma xəbər yoxdur. Deməli, adlıq cümlədir, cavabımız D bəndi. İkinci adlıq cümlə adi nümunəni tapaq. Adlıq cümlədə mübtəda olur, xəbər olmur. Qazanasan, nə edəsən, xəbər var, adlıq cümlə deyil. Heç nədən qorxmurdu, nə etmirdi, xəbər var deyə adlıq cümlə deyil. El hara, sən də ora. Hara gedir, el hara gedir, sən də ora. Burada xəbər yoxdur, amma bərpa etmək olur rahatlıqdan. Ona görə bu da adlıq cümlə deyil. Yaz günü ağac gölgəsi, mübtəda var, amma xəbər yoxdur. Adlıq cümlədir, cavabımız D bəndi. Söz cümlə nə ilə ifadə olunmuşdur? Bilmək lazımdır ki, söz cümlə üzvlənməyən cümlədir və köməkçi hissələrlə ifadə olunur. Səni də mi aparacaqlar? Deyəsən hə, deyəsən modal söz, hə təsdiq ədadı. Modal söz və ədatla ifadə olunub. Cavabımız C bəndi. Söz cümlə nə ilə ifadə olunmuşdur? Bu barədə fikrin nədir? O bu işi bacarar. Zənnimcə, modal söz bəli, ədat. Modal söz və ədat, yenə də cavabımız E bəndi. Adlıq cümlə haqqında səhv fikir müəyyən. Adlıq cümlə insanın həyəcan düşüncələrini yığcam təsirli ifadə etmək üçün ən yaxşı vasitədir. Adlıq cümlədə həm baş, həm də ikinci dərəcəli iştirakı ilə yarana bilər. İkinci dərəcəli üzvlərin iştirakı, bu qalsın bura. Adlıq cümlə xəbər, isimlə, isim birləşməli ifadə olunur. Adlıq cümlədə ümumiyyətlə xəbər olunur, ona görə cavabımız C bəndi. Adlıq cümlə haqqında səhv fikir müəyyən edək. Adlıq cümlələrdə xəbər olmur, doğru fikir, informasiyanın yığcam ifadəsinə xidmət edir. Əşya hadisənin adını çəkməklə onun mövcudluğu haqqında məlumat verir. Ən çox dramatik əsərlərə markajda işlənir. Yalnız baş sözlərdən ibarət olur. Xəbər olmur, doğru. Fikrin informasiyanın yığcam şəkildə ifadəsinə xidmət edir, doğru. Əşya hadisənin adını çəkməklə onun mövcudluğu haqqında məlumat verir. Mövcudluğu haqqında məlumat verir. Yalnız baş üzvlərdən ibarət olur. Baş üzvlər deyəndə artıq burada ikisini nəzərdə tutulur deyə olmaz. Xəbər olmur adlıq cümlədə. Dialoqda söz cümləni müəyyən edək. Təbii ki, üzvlənməyən cümlədir. Bilmirəm, üzvlənir. Ev, yəni suala cavab verir. Evə də suala cavab verir. Gözlər suala cavab verir. Amma əsla suala cavab vermir. Cavabımız D bəndi. Sonra hansı sözlər söz cümlə kimi işlənə bilməz? Hansı sözlər söz cümlə kimi işlənə bilməz? Təbii ki, üzvlənən cümlə söz cümlə kimi işlənə bilməz. Məsələn, eyni zamanda digər köməkçi hissələrdə. Məsələn, dərsə gələcəksən, düzü, ümumiyyətlə, məgər bunlar söz cümlə kimi işlənə bilməz. Cavabımız elə A bəndidir. Hansı sözlər söz cümlə kimi işlənə bilməz? Dərsə gələcəksən, bəli, xeyr işlənə bilir, sözsüz, yox, əsla. Amma demək gərək, doğrusu bunlar işlənə bilmir. Adlıq cümlə müəyyən edək. Xəbər olmamalıdır. Burada xəbər var deyə adlıq cümlə olmaz. Sonra Tərtər çayın sahilindəki gözəl səfalı kəndimiz. Adı çəkilir, məlumat verilmir. Adlıq cümlədir. Sonra ölkəmizdə siyasi mühit bir qədər dəyişmişdir. Xəbər var deyə adlıq cümlə ola bilməz. İbrahim Xəlil xan yadigar qalan enli və dəmir xan arxı. Adı çəkilir, məlumat verilmir. 2 və 4 A bəndi. Adlıq cümləni müəyyən edək. Təbiidir, xəbər olduğuna görə adlıq cümlə olmaz. Bir olanlar getdi. Rəssamın son rəsm məsələləri və sərginin uğurları adları çəkilir, məlumat verilmir. Ananın nəsihəti, ən sevimli evlad adları çəkilir, məlumat verilmir. Ağıllısan, xəbər var deyə adlıq cümlə ola bilməz. 4 olanlar getdi. Cavabımız ona görə nədir? 2, 3 cavabımız A bəndidir.
adlıq cümlə. 2 ilə 3. Cümlə üzvü olmur, lakin yerinə görə bitmiş bir fikir ifadə edir. Söhbət adlıq cümlədən gedir ki, adlıq cümlələrdə bəli, sonra əlbəttə bunlardır. Çünki onlardan mən münasibət bildirə bilən fikrə 4, 6 və 3-ə baxaq. Xeyirdə i olmamalıdır. Xeyir yox mənasında olanda. Afərin. Afərin də bir də. Cavabımız B bəndi. İkinci dərəcəli üzvün də iştirak etdiyi adlıq cümlə müəyyən edək. Adlıq cümlədə xəbər olmur. A bəndi ona görə olmaz. Sonra bulaq başında məclis, bol süfrə, şən zarafatlar. Məclis necə, harada? Bulaq başında zərflik. Süfrə, necə bol süfrə, zarafatlar, nə zarafatlar, necə şən zarafatlar. İkinci dərəcəli üzvlər iştirak edən adlıq cümlədir. Burada xəbər yoxdur. Təbii ki, mübtəda var. Məclis, süfrə, zarafatlar mübtədadır. İkinci dərəcəli üzvlərdə bulaq başında bol və şən sözlərdir. Mübtəda var, xəbər yoxdur. Cavabımız B bəndi. Adlıq cümlə haqqında doğru fikir müəyyəndir. Mübtəda olunur, təsəvvür edilmir. Tam tərsi, mübtəda olur. İsmi birləşmə şəklində olur. Xəbərlik şəkilçi qəbul edir yazım, amma etmir. Doğrunu istəyir də bizdən. Əşya və hadisənin adı çəkilməklə onun haqqında məlumat verir, lakin həmin əşya və hadisə ilə bağlı hökm verilmir. İş, hərəkət eyni zamanda hamıya aid olur. Bu ümumi şəxsiyyətdir. Yalnız isim xəbərdən ibarət olur. Burada xəbər olmur. Deməli, cavabımız C bəndidir. Adlıq cümlə haqqında yanlış fikri müəyyən edin. Daha çox yalnız nitq faktıdır. Xəbərli şəkilçisindən istifadə olunmur. Doğru. Əşya hadisələri haqqında adı çəkmələri onun mövcud haqqında məlumat verir. Doğru. Formaca isim birləşmə oxşasa da intonasiya baxımından ondan fərqlənir. Doğru. Bir sözdən ibarət olur. Üzvlənmir. Üzvlənməyən söz cümlədir. Adlıq cümlə üzvlənir. Cavabımız E bəndi ona görə. Sonra hansı suala söz cümlə ilə cavab vermək mümkün deyil. Bu söz cümlə ilə cavab vermək mümkün deyil. Böyüdükcə məsuliyyətin də hər tərəfli artması səni narahat edirmi? Bəli. Söz cümlə ilə cavab verdim. İstirahət etmək üçün vaxt ayırırsan? Xeyr. Söz cümlə ilə cavab verdim. İş həyatında uğur qazanmaq istəyirsən? Bəli. Söz cümlə ilə cavab verdim. Tarix şəxsiyyətlərimizdən kimləri tanıyırsan? Əhmədi, məsələn, Vəlini, məsələn deyirəm. Mən burada artıq söz cümlə ilə cavab vermədim. Cavabımız ona görə D bəndi. Sən bu kitabın müəllifinin kim olduğunu bilirsən? Hansı cavab söz cümlədir? Əlbəttə bilirəm söz cümlədir. Çünki bilirəm artıq üzvlənir. Ona görə olmaz. Bilirsən, bəli, söz cümlədir. Bilirsən, sözsüz. Bu da söz cümlədir. Deməli, ona görə 2 və 4 cavabımız A bəndi. Hansı sual cümləsinə söz cümlə ilə cavab vermək mümkün deyil. Kinoya gedəcəksən? Bəli, cavab verdim. Gələcək gün romanı oxuyacaqsan? Bəli. Nə vaxt qayıdacaqsan? Sabah. Artıq buna söz cümlə ilə cavab vermədim. Cavabımız C bəndi. Bir adlıq cümlədir. Göylərə baş vuran qız qalası. Adlıq cümlədir. Ad şəkli məlumat verir. Çünki xəbər olmur orada. Cavabımız B-dir. Məsələn, digərlərində xəbər var. Bürünmüşdür xəbərdir, oxşayır xəbərdir, razılıq xəbərdir. Orada idim xəbərdir. Hamısında xəbər var deyə adlıq cümlə deyil, amma B bəndində xəbər yoxdur deyə adlıq cümlədir. Belə müəllimlər və şagirdlər, sadə cümlə şəxsə görə növlərlə bağlı olan test izahlarımız bundan ibarətdir. Sağ olun, növbəti test izahlarında görüşənədək.